Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur. Bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri Fariz Lətifov Baku TV-yə açıqlamasında bildirib. İstədim mən də kömək edim. Əllərimdən yapışdı. Ayağım isə ilişdi, yerə yıxıldım. Həmin anda atam canavarın ayağından yapışdı, mən isə təpik vurdum. Sonra qaçıb getdi, deyə o əlavə edib. Digər xəsarət alan Gündüz Lətifov isə qeyd edib ki, yola çıxanda canavarın qadını qolundan tutduğunu görüb. Mən gələn kimi xanımı buraxıb üstümə tullandı. Mən də onu havada tutub qolumun altına saldım. Qışqırdım ki, kömək edin. Əlimi yaraladı. Həmin vaxtda oğlum gəldi. Onun da qollarını yaraladı. Cəmaət gəldikcə isə qorxub qaçdı. Şəki rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.